Türkiye Prezidenti Rəcəb Tayyip Erdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə məlumatı Ermənistanın Nazirlər Kabineti yayıb. Bildirilib ki, Erdoğanla Paşinyan söhbət zamanı iki ölkə arasında münasibətlər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Məlumata görə tərəflər dialoqu davam etdirməklə bağlı razılığa gəliblər. Qeyd olunub ki, Paşinyan Erdoğanı Qurban Bayramı münasibəti ilə təbrik etmək üçün ona zəng edib. Söhbət zamanı Türkiyə ilə Ermənistan arasında təmaslar, regional və beynəlxalq məsələlər müzakirə edilib. Prezident Erdoğan telefon danışığı zamanı regionda hər tərəfli normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının önəmini vurğulayaraq Türkiyə və Ermənistan arasında təmaslardan məmnunluq duyduğunu qeyd edib.